Biz ekosistemin bir parçasıyıq. İnsanlar olaraq ətraf mühitlə əlaqəmiz zəruridir. Lakin təbiətdən istifadə edərkən çox vaxt biz ona zərər veririk. Hər nə qədər ölkəmizdə ətraf mühiti abadlaşdırma istiqamətində önəmli addımlar atılsa da, ətrafı çirkləndirən şirkətlər və insanların varlığı davam edir. Ötən il Azərbaycanda 4086 ton tullantı əmələ gəlib. Bu tullantılar dənizləri, gölləri və hətta içdiyimiz suyu belə çirkləndirir. Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün ortaya atılan hər bir yol vacibdir. Məsələn, yaşıl enerji və tullantıların toplanma mərkəzi kimi. Lakin bu yollar həmişə faydalı olmaya bilər. Məsələn, tullantılar yandırılaraq atmosferə zərərli qazlar yayılır. Və ya tullantıların sadəcə 10-15% təkrar emal oluna bilir. Bunların 90-85% okeanlara, dənizlərə və kasıb ölkələrə satılaraq orada depolanır. Bu isə insanlar arasında infeksional xəstəliklərin yayılmasına, ürək və damar, ağciyər xəstəliklərin kəskin artışına səbəb olur. İnsanlar arası aparılan araşdırmalar göstərir ki, onların böyük bir hissəsi ətraf mühitin çirklənməsi və sağlamlıq arasında əlaqəni təsəvvür edə bilmirlər. Ətraf mühitin çirklənməsi insanlarda virus və bakterial xəstəliklərin çoxalmasına əlverişli şərait yaradır. Məsələn, su və qida mənbələrinin çirklənməsi uşaqlarda rotavirusa səbəb olur. Azərbaycanda hər il çimərlik mövsümü açıldıqda bu xəstəlik yayılmağa başlayır. Bununla belə gastroenterit bakteriyaları, qarın və mədə xəstəlikləri yol açır. Toksik maddələr ətrafa artışı ilə insanlarda immun sistemi infeksiyalara qarşı dözümsüz olur.